Salam, bugün mətbəximdə dünyaca məşhur İsveç şirniyyatı sinamon hazırlayacağım. Onlar buna fika deyirlər, çay və qəhvə ilə isti-isti bir yerdə yeyirlər. İsveçrədə bu şirniyyat sadəcə desert deyil, bir ənənədir. Yumuşaq xəmir içindəki darçının, ətri və kərəyağının dadı ilə birləşəndə ortaya möhtəşəm bir ləzzət çıxır. Kəsiləndə içinin belə tel-tel açılması isə onun düzgün hazırlandığının göstəricisidir. İndi isə gəlin bu məşhur şirniyyatı ev şəraitində ən asan üsulla birlikdə hazırlayaq. Əvvəlcə xəmiri mayasını hazırlayıram. İlıq südün üzərinə 1 çay qaşığı maya və 1 çay qaşığı şəkər tozu əlavə edirəm. Yüngülcə qarışdırıb mayanın aktivləşməsi üçün bir neçə dəqiqə kənara qoyuram. 4 stəkan ələnmiş unun üzərinə 2 xörək qaşığı şəkər tozu və çay qaşığının ucunda duz əlavə edirəm. Quru inqrediyentləri yaxşıca qarışdırıram. Unlu qarışımın ortasında çökəklik yaradıram. Həmin hissəyə 2 ədəd yumurta və aktivləşmiş mayanı əlavə edirəm. Əvvəlcə bu hissəni əl mikseri ilə qarışdırıram, daha sonra isə unu kənardan mərkəzə doğru alaraq xəmir yoğurmağa başlayıram. $50 qram əridilmiş kərəyağını tam da bu mərhələdə əlavə edirəm ki, xəmir onda daha yumuşaq və elastik alınır. Əziz xanımlar, əgər videolarımdan faydalanırsınızsa kanalıma abunə olmağı və videolarıma like qoymağı unutmayın. Sizin dəstəyiniz kanalımın böyüməsi üçün çox vacibdir. Gəlin birlikdə daha çox ləzzətli reseptlər kəşf edək. Başlanğıcda xəmir biraz yapışqan olur. Bu tam normaldır. 4-5 dəqiqə yoğurduqdan sonra isə öz ideal qıvamını alır. Yumuşaq, elastik və əl ilə rahat işlənə bilən bir xəmir yaranır. Xəmiri yarım saatlıq mayalanmağa qoyuram. Bu müddətdə isə içliyi hazırlayacağıq. İçlik üçün 1 stəkan şəkər tozu üzərinə 1 xörək qaşığı darçın və 80 qram yumşalmış kərəyağı əlavə edirəm. Kərəyağı əzilir, şəkər tozu və darçın qarışığı ilə birləşir və yumşaq, axıcı bir içlik hazırlanır. İstəsəniz içliyə yumurta da əlavə edə bilərsiniz ki, xəmirə sürərkən daha rahat yayılsın. Ənənəvi reseptində isə içlikdə yumurta adətən istifadə olunmur. Yumurtanı bəzən ev variantlarında əlavə edirlər ki, qarışım biraz daha axıcı, hamar və xəmirə rahat sürtülən olsun. İçliyimiz artıq hazırdır. İndi isə sinamonun üzəri üçün kremini hazırlamağa başlayırıq. 200 qram krem pendirin üzərinə 5 xörək qaşığı süd və 3 xörək qaşığı şəkər tozu əlavə edirəm. Daha sonra bunları mikser ilə qarışdırıram. 2-3 dəqiqə qarışdırdıqdan sonra kremimiz artıq yumuşaq və ipək kimi qıvamı ilə hazırdır. Xəmirimiz artıq 2 qat artıb. İndi əlimlə onu yüngülcə bastırıb havasını çıxarıram ki, maya qoxusu hiss olunmasın. Xəmirin üzərini dəsmalla bağlayıb yenidən 15 dəqiqə gözləyəcəm. Xəmir gördüyünüz kimi ikinci dəfədə şişib, indi onu masanın üzərinə qoyuram və 4 bucaqlı formada yayaraq hazırlayıram. Hazırladığım darçınlı içliyi xəmirin üzərinə kiçik hissələr şəklində qoyuram ki, içlik hər tərəfə bərabər miqdarda paylansın. İçliyi yaydığım xəmiri indi rulon şəklində bükürəm.
Bükdüyüm rulonun üzərini bıçaqla xətləyərək ölçülər götürürəm və sap yardımı ilə həmin xətlərdən dairəvi rulonlar kəsirəm. Bıçaqla kəsəndə rulonlar biraz səliqəsiz ola bilər, kənarları düz çıxmaya bilər. Sapla kəsəndə rulonlar daha simmetrik, nizamlı və ideal formada olurlar. İndi bişirəcəyim qabı yağlayıram və kəsilmiş rulonları səliqəli şəkildə ora yerləşdirirəm. Sonra sobaya verib 180 dərəcə temperaturda üzəri qızarana qədər bişirirəm. Bişdikdən sonra rulonların üzərini isti-isti kremləyirəm. Mən bir gün gözlətdikdən sonra süfrəyə verdim, amma siz istəsəniz isti-isti də kəsib yeyə bilərsiniz. Hər iki formada çox dadlı olur. Videomu izlədiyiniz üçün təşəkkür edirəm. Daha çox resept və yeniliklər üçün Nigars Kitchen Instagram səhifəsində də məni izləməyi unutmayın. Növbəti videomda görüşənədək həmişə dadlı və şirin anlar sizinlə olsun.